Ondan sonra möhtərəm müsəlmanlar, Şeyx İbn Hüseymin rahimehullah'tan soruşurlar ki, xaçpərəstlərin bayramı ilə təbrikləşməyin hökmü nədir? Əgər bir kimsə bizi təbrik edərsə ona necə cavab verməliyik? Onların bayram qeyd etdiyi yerlərə getmək icazəlidirmi? Bu işdə onlara bənzəmək icazəlidirmi? Və bu suallar soruşulur və şeyx də cavabında deyir ki, xaçpərəstlərin bayramı ilə təbrikləşmək alimlərin ittifaqı ilə haramdır. Necə ki, İbn Qayyim rahimehullah buyurur ki, deyir ki, amma insanların kafirlərin bayramı ilə təbrik etməsi haramdır. Bu, xaçpərəstlərin xaça səcdə etməsini təbrik etmək və bundan da daha şiddətlidir. Bu əməl Allah yanında bir insanı içki içməsinə görə, müsəlmanı öldürməsinə görə və həmçinin hər hansı başqa böyük günaha görə təbrik etməsindən daha şiddətlidir. Allahın dininə qədir qiymət qoymayan bir çox insanlar isə çox təəssüf ki, bunu edirlər. Sonra İbn Hüseymin rahimehullah buyurur ki, əgər kafirlər öz bayramlarına görə bizi təbrik edərlərsə, biz onlara cavab vermirik. Çünki bu bizim bayramımız deyildir.